Birinci, saflığı varsa da suda, artıq içiləndə dərd verər o da. Dahi Nizami Gəncəvinin bu misraları bizim gündəlik qidalanma tərzimizə nə qədər diqqət etməli olduğumuzu göstərir. Gündəlik istifadə zamanı biz qırmızı ətdən və yağlı qidalardan çox istifadə edirik. Bu bizim həm də milli mətbəximizə məxsus olan bir xüsusiyyətdir. Əziz və dəyərli xanımlar, bu iki qidanın artıq istifadəsi nə edir? İlk növbədə bizim artıq çəki almağımıza səbəb olur və nəticədə də artıq çəki həm də süd vəzi xərçəngi riski deməkdir. Bu iki qidanın istifadəsi zamanı onların gündəlik rasionunuzda miqdarına diqqət yetirməyinizi tövsiyə edirəm. Qırmızı ətdən həftədə 2 dəfə istifadə, yağdan isə bacardığınız qədər daha çox zeytun yağından istifadəyə, eləcə də kərə yağını müəyyən porsiyalarda istifadə etməyinizi tövsiyə edirəm. Eləcə də öz çəkinizə hər zaman nəzarət edin. Çünki süd vəzi xərçəngi hormondan asılı olan bir şişdir və hormonlar bizim həm hormon ifraz edən vəzlərlə birlikdə, həm də piylərdən də ifraz oluna bilir. Yəni artıq çəki həm də artıq süd vəzi xərçəngi riski deməkdir.